Fəlaq surəsindədir. Baxın necə Allahdır sizi. Ərəbcədə adi sözü belə bilmir. Fəlaq surəsində deyir ki, İnşarın nəfəsəti fil uqad deyir. Düyünləri üfürən qadınların şərrindən. Deyirəm, baxın, adicə özümüz uqad sözü cəm şəkilçisidir. Onun tək şəkilçisi, tək forması əqd deməkdir. Əqd Azərbaycan dilində, hüquqda istifadə olunan bir termindir. Müqavilə deməkdir, saziş deməkdir. Nəfəsət də ora mənfiliyi qarışdıranların, sazişi pozanların şərrindən yaradana sığınmaqla bağlı olan bir məsələdir. Oradan nə düyünlərdən gedir söhbət, nə düyünlərə üfürən qadınlardan. Və min şərri nəfəsət fil uqad. Nəfəsət, əlif və tə ismə əlavə olunarsa, o qadın cinsinin cəmidir. Sən bunu bilmirsən. Sən bunu bilmirsən, ərəbcədə Qurandan danışsan. Və deyirsən, uqad əqidlər deməkdir. Uqad əqid demək deyil. Aqid əqid deməkdir. Cəmi uquddur. Amma uqdə düyün deməkdir. Cəmi uqaddır, düyünlər. Adam cahilinə bax. Baxıb gör ki, ayin, qaf, dəl var. Uqud. Elə bir ki, aqiddir, yəni saziş. Hərəkə məsələsi var orada. Sən cahilsin. Vallahi, sənin Allahın dinlə danışma haqqın yox.